Misal 1. Y bərabərdir C, Y eşitdir X. Əyrilər ailəsinin diferensial tənvini yazın. Hər tərəfini törəmə alsaq, Y eşitdir bərabərdir C, Y eşitdir X alarıq. Belə ki, Y eşitdir X-in törəməsi ilə özünə bərabərdir. Buradan C-ni təyin edəcək. C bərabərdir Y eşitdir vurulsun Y eşitdir mənfi X. C-nin ifadəsini verilmiş ifadədə yerinə yazsaq alarıq ki, Y bərabərdir Y eşitdir Y eşitdir mənfi X vurulsun Y eşitdir X alarıq. Onda buradan Y eşitdir bərabərdir Y. Beləliklə, Y bərabərdir C vurulsun Y eşitdir X. Əyrilər ailəsinin diferensial tənvini Y bərabərdir Y eşitdir bərabərdir Y olacaqdır. Növbəti misala baxaq. İkinci misal. Y bərabərdir Y eşitdir C X-dir. Verilmiş misal əvvəlki misala bənzəsə də C sabiti Y-nin qüvvətindədir. Burada yaxşı olar ki, diferensiallamamışdan əvvəl yaxşı olar ki, hər tərəfdən natural loqaritma alır. Və bu bizim işimizi biraz da asanlaşdıra bilər. Ona görə də yazıram. Natural loqaritma Y bərabərdir. Natural loqaritma Y eşitdir C vurulsun X. Loqaritmanın xassəsinə görə natural loqaritma Y bərabərdir C X vurulsun natural loqaritma Y. Məlumdur ki, natural loqaritma Y vahidə bərabərdir. Onda alırıq ki, natural loqaritma Y bərabərdir C vurulsun X. Hər tərəfdən törəmə alsaq, onda alırıq 1 bölünsün Y vurulsun Y eşitdir bərabərdir C-yə. C-nin bu ifadəsini verilmiş ifadədə özünün yerinə yazsaq alarıq. Y bərabərdir Y eşitdir 1 bölünsün Y eşitdir vurulsun X. Beləliklə, verilmiş əyrilər ailəsinin diferensial tənvini Y bərabərdir Y eşitdir bölünsün Y vurulsun X şəklindədir. Növbəti misal nömrə 3. Y bərabərdir X çıxılsın C-nin kubu. Yenə də burada törəmə almaq lazımdır. Ancaq bu şərtlə ki, hər tərəfi natural loqaritmanın loqaritması daha əlverişli olar. Ona görə ki, orada əgər biz birbaşa buradan törəmə alsaq, orada C-ni təyin etmək biraz çətin ola bilər. Ona görə də yaxşı olar ki, hər tərəfi biz loqaritmləyək. Yəni yazaq ki, natural loqaritma Y bərabərdir natural loqaritma X çıxılsın C-nin kubu. Yenə loqaritmanın xassəsinə görə natural loqaritma Y bərabərdir 3 natural loqaritma X çıxılsın C alarıq. Hər tərəfi diferensiallasaq, onda alırıq ki, 1 bölünsün Y vurulsun Y eşitdir bərabərdir. Çünki mürəkkəb funksiyanın və qeyri-aşkar funksiyanın törəməsidir. Buradan alırıq ki, 3 vurulsun 1 bölünsün X çıxılsın C. Və bir də mötərizənin törəməsi, o da vahidə bərabər olduğuna görə yazılır. Beləliklə, indi biz buradan axırıncı ifadədən C-ni təyin edəcəyik. C-ni təyin etmək üçün X çıxılsın C bərabərdir 3Y bölünsün Y eşitdir yaza bilərik. Onda buradan alırıq ki, X çıxılsın 3Y bölünsün Y eşitdir bərabərdir C-yə. C-nin bu ifadəsini yerinə yazsaq, onda alırıq ki, Y bərabərdir X çıxılsın X üstə gələk. Çünki mənfi ikinci toplamı təsir edəcək. Burada olacaq 3Y bölək Y eşitdir mötərizənin kubu bərabərdir. Buradan da alırıq ki, 3Y bölünsün Y eşitdir kubu.
Beləliklə aldıq ki, y bərabərdir 3y bölünsün y ştirikin kubu. Və yaxud yaza bilərik. Y ştirikin kubu bərabərdir. Y ştirikin kubu bərabərdir 3y kubu bölünsün y. Və yaxud 3y kvadratı. Əslində 27y kvadratı. 27y kvadratı. Beləliklə verilmiş əyrilər ailəsinin diferensial tənliyini almış oluruq. Növbəti misal. Misal nömrə 4. Y bərabərdir sinus x üstə gələk c. Əyrilər ailəsinin diferensial tənliyini yazın. Yenə də burada c arqumentdə olduğuna görə onu təyin etmək biraz əngəl törədə bilər. Ona görə də yaxşı olar ki, əvvəlcə deməli aksimusa keçək. Burada aksimusa keçmək daha əlverişlidir. Yəni x üstə gələk c bərabərdir aksinus y-ə. Hər tərəfdən törəmə alsaq, onda alırıq ki, 1 bərabərdir 1 bölünsün kök altında 1 çıxılsın y kvadratı, aksinusun törəməsi vurulsun y ştirik. Və buradan da alırıq ki, y ştirik bərabərdir 1 çıxılsın y kvadratı. Və yaxud başqa formada yazmaq olar. Kvadratı yüksəlsək, y ştirikin kvadratı bərabərdir 1 çıxılsın y kvadratı olar. Biraz da sadələşdirsək, y ştirikin kvadratı üstə gələk y kvadratı bərabərdir 1. Beləliklə verilmiş əyrilər ailəsinin diferensial tənliyi y ştirik kvadratı üstə gələk y kvadratı bərabərdir 1 şəklində olacaqdır.